Peyğəmbər salavatullah qadınlar haqqında bir söz dedi. Buyurdu ki, mən meyraca gedəndə gördüm Rasulullah. Buyurdu ki, neçə dənə qadınların əzabını gördüm. Soruşdum Cəbrail əleyhissalamdan. Xanım Fatimə Zəhra bunu soruşubdu, Rasulullah danışır bunu. Ki, mənim gözümün işığı, ürəyimin parçası, mən bir neçə dənə qadınlar gördüm. Bəzi qadınları gördüm, saçlarından asılıblar. Onlar kişilərdən saçını örtməyən qadınlardır. Bəzilərini gördüm, dillərindən asılıblar. Soruşdum Cəbrail əleyhissalamdan, dedi ki, ərinə əziyyət, dilinlə əziyyət verən qadınlardır. Bəzilərini gördüm, ayaqlarından asılıblar. Ərin icazəsi olmadan evdən çıxan qadınlardır. Bəzi qadınları gördüm, öz bədəninin ətini yeyir, o başqa kişilər üçün zinətlənən arvadlardır. Bəzilərini gördüm ki, əlləri ayaqlarına bağlanıb, bir cür heyvanlar var, bədənini didirlər, cənabət və heyz qüsulündən qüsul verməyən arvadlardır. Təmizlənməyən arvadlardır. Namazlara əhəmiyyət verməyən, yüngül sayan arvadlardır. Bəzilərini gördüm, kördur, kardır, laldır. Onlar nədir? فَاِنَّهْ كَانَ تَلِدُ مِنَ الزَّنَا Zinadan uşaq dünyaya gətirənlərdir ki, ərinin boynu atır ki, sənin uşağındır. وَأَمَّا الَّتِي تَقْرِزُ لَحْمُهَا بِالْمَقَارِيزِ Bəzi qadınlar gördüm ki, qayçı ilə bədəni kəsilir, qayçı ilə, miqrazla kəsilir. Nədir? Sinələrini, ayaqlarını, baldırlarını kişilərə açıq göstərənlərdir. وَأَمَّا الَّتِي كَانَ رَأْسُهَا رَأْسُ خِنْزِيرِ Bəzi qadınlar gördüm, başları donuz başıdır. وَبَدَنْهُ بَدَنُ حِمَارِ Bədənləri isə ulaq bədənidir. Nədir? Söz gəzdirən, yalancı olan, qeybət eləyən arvadlardır. Sonra Rasulullah buyurdu, وَيْلٌ لِإِمْرَأَةٍ أَغْزَبَتْ Zavcaha vay olsun o qadına ki öz ərini qəzəbləndirə və tuba li imraatin raziya anha zavcuha xoş o qadının halına ki öz həyat yoldaşı ondan razı qalar.